Salam hörmətli izləyicilər. Şəhidin Səsi proqramının bugünkü buraxılışında biz bir igidin döyüş yolunu sizlərə təqdim edəcəyik. Bir atanın, bir döyüşçünün, bir şəhidin səsi olan Novruz Həsənov 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhadətə ucalıb. Bugün biz onu daha yaxından tanıyacağıq. İndi isə gəlin şəhidimizin xatirəsinə əsr olunmuş video çarxı izləyək, daha sonra qaldığımız yerdən davam edəcəyik. Şəhid Həsənov Novruz Hacıbaba oğlu 30 noyabr 1958-ci ildə məmləkətimizin canlı tarix muzeyi sayılan Dağlar diyarı qədim Kəlbəcərdə dünyaya göz açdı. Uşaqlıqdan zəhmətkeşliyi və savadı ilə seçilən Novruz Həsənov 2 saylı orta məktəbi əla qiymətlərlə bitirdi. 1976-1978-ci illərdə hərbi xidmətini şərəflə başa vurdu. 1988-ci ildə atasını itirən Novruz ailənin yükünü çiyinlərinə aldı. 8 övladlı ailədə 4 qardaş, 4 bacı arasında böyüyən vətən oğlu hər zaman ailəsinə və torpağına bağlı oldu. 1993-cü ildə könüllü olaraq milli ordu sıralarına yazıldı. Onun döyüş yolu Füzulidən başladı. Vətənin dar günündə silaha sarılan Novruz Həsənov torpaq sevgisini əməli ilə sübut etdi. Döyüşlərdə şücaətlə vuruşaraq yüksək atıcılıq məharəti göstərdi. 1994-cü il yanvarın 7-sində Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən ağır döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhadətə ucaldı. Novruz Həsənov Şəhidlər Xiyabanında dəfn olundu. Şəhid Həsənov Novruzun ölümündən sonra 3 övladı onun şərəfli həyat yolunun davamı olaraq bugün azad vətən torpağında yaşayır. Salam, zəhmət olmasa özünüzü təqdim edərdiniz. Salam, mən Həsənov Mehbarə, Həsənov Novruz Hacıbaba oğlunun qızıyam. Siz ata olaraq Novruz Həsənovu necə xatırlayırsınız? Mən uşaqlıq illərimi, atalı olan günlərimi belə xatırlayıram ki, mən 9 yaşım var idi, 1-ci sinifə gedirdim. Atam nə qədər işdən arğın, yorğun gəlsə də, yəni gələrdi mənim dərslərimə məşğul olardı, mənim əlimdən tutardı, dərslərimi yazdırardı, hansı hərfləri öyrəndiyimi soruşardı, hansı xəttləri, 1-ci sinifdə 1-ci xəttlərdən başlayırlar. Yəni maraqlanardı, nə qədər də arğın, yorğun gəlsə də işdən, mənlə maraqlanardı, məktəbə özü aparardı, gətirərdi. Çox zəhmətkeş, ailəsinə bağlı, bacı qardaşına, anasına bağlı bir ata idi. Mən çox fəxr edirəm ki, elə bir qəhrəmanın övladıyam, elə bir atanın qızıyam. Həmişə də fəxr eləmişəm, həmişə də qürur duymuşam onunla. Mən biraz uşaqlıqda dəcəl qız olmuşam. Ancaq atam mənim nazımla həmişə oynayardı. Mən biraz evə gec gələrdim, anam məni danlayardı, çağırardı. Ancaq ki, atamın işdən gəlməni gözləyirdim. Atamla bir yerdə evə qalxardım. Arxasında, necə deyim, bir dağ kimi özümü hiss edərdim ki, qürur duyurdum ki, anamın yanında mənə heç nə deməyəcək də. Atamı arxalanırdım və bunları xatırlayıram. İşlədiyi yerdə yekə bir tut ağacı var idi. Həmişə bizə oradan tut ağacı ilə tut yığardı, gətirərdi. Anam da boş qaba qoyardı, biz də yeyərdik. 3 övlad olmuşuq ailədə. Mən ilk böyük övladlarım mənəm. Həmişə də atamı unutmamağa çalışmışam, xatırlamağa çalışmışam, tanıtmağa çalışmışam. İstəyirəm ki, unudulmasın, nəsillərdən nəsillərə keçdikcə tanınsınlar, unutmasınlar, şəhidlərimizi həmişə paylaşsınlar. Özümdə bacardığım qədər paylaşıram. Onun sizə dediyi, öyrətdiyi və ya heç unutmadığınız söz varmı? Atamın mənə uşaqlığımda dediyi ən yadda qalan sözü mənim təhsil almağım idi, mənim təhsilimi davam etdirmək idi. Ən böyük arzusu da o idi. Həmişə anama deyirdi ki, mən Mehbarəni oxudacam, ali təhsil alsan, ali təhsil davam etdirsin, oxusun, yaxşı yerlərə, yüksək yerlərə gəlsin və mənim ibtidai sinif müəlliməsi olmağımı istəyirdi. Ancaq təəssüflər olsun ki, mən təhsilimi davam etdirə bilmədim müəyyən səbəblərdən. Mən məcbur qaldım, orta məktəbi bitirəndən sonra işləməli oldum. Ancaq buna görə özümü heç vaxt bağışlamıram ki,
mən atamın arzusunu yerinə yetirə bilmədim də. Bu səbəblə özümü çox bağışlamamışam. Böyük bir ailədə böyüməsi sizcə onun xarakterinə necə təsir edib? Atam gil ailədə 8 uşaq idilər, 4 bacı, 4 qardaş. Onların arasında ən çox bacı qardaşları atamı daha çox istəyirdilər. Çünki atam ailəsinə çox bağlı idi. Tez-tez anasına baş çəkirdi, bacı qardaşına baş çəkirdi. Maddi, mənəvi həmişə onların arxasında, həmişə onların yanında idi. Ona görə də ailədə ən çox sevilən atam idi. Həmişə də çox bibilərimdən, əmilərimdən atam haqqında çox gözəl sözlər eşitmişəm. Çox vətəninə bağlı, bacı qardaşına, elinə obasına bağlı, çox gözəl belə xarakteri, xasiyyətli bir insan idi. Çox belə mülayim xasiyyəti var idi, can yandıran idi. Hər kəsə bir çətin günündə, dar günündə hər kəsin yanında olurdu yenə. Ona görə də hər kəs onu çox istəyirdi. Hər kəs onu xoş qarşılayırdı, sevilirdi hər kəs tərəfindən. Atanızın könüllü olaraq milli orduya yazılması ailəniz üçün necə bir qərar idi? 1993-cü aprelin 2-sində ermənilər tərəfindən Kəlbəcər işğal olundu və mənim atam bunu eşitmişdi. İşdən evə gələrək anama bildirdi ki, mən bəs milli orduya könüllü yazılacağam və döyüşə gedəcəm. Öz bacı qardaşımı, anamın qisasını alacağım. O fikirləşirdi ki, ermənilər tərəfindən ata, anası, bacı qardaşı girov götürülüb, əsir götürülüb. Ancaq onlar Mirov dağı ilə qaçmışlar, gəlmişdilər, Gəncədə məskunlaşmışdılar. Ancaq o dövrdə telefon yox idi, bir əlaqə yox idi, əlaqə saxlamaq olmurdu. Ona görə xəbərsiz idi, bu məlumatı yox idi. Bununla bağlı bizə bildirdi ki, mən milli orduya gedəcəm, könüllü yazılacağam, özüm döyüşlərə qatılacağam. Ancaq düzü anam üçün biraz çətin idi ki, tək başına 3 dənə övladı böyütmək, həmçinin bizim üçün də çətin idi o dövrdə. Amma atam milli orduya könüllü yazıldı və döyüşə getdi. Döyüş yolu da Füzulidən başladı. Onun vətənə bağlılığı sizdə hansı hissləri yaradır? Atamın həyatı qısa olsa da, amma şərəfli bir ömür yaşamışdır. Şəhid övladı olmaq, qürurverici bir hiss olsa da, ancaq çətin tərəfləri də odur ki, tək atasız böyümək, ana tərəfdən böyümək, atasız böyümək, bir qız övladı həyatında da ki, ata arxadır, dayaqdır. Çətin olsa da, amma qürurverici bir hissdir və həmişə mən atamla qürur duymuşam. Elə bir qəhrəmanın övladıyam, həmişə fəxr eləmişəm. Özümün də 2 övladım var, bir oğlum var, bir qızım var və çalışdığım qədər onları vətənpərvər ruhda böyüdürəm. Həmişə babalarının adını uca tuturlar. Oxuduqları məktəbdə tez-tez tədbirlər keçirilir və orada həmişə şəhidlər haqqında şeirlər səsləndirilir, həmçində babalar haqqında gözəl sözlər danışırlar, onu unutmağa çalışmırlar, tanıtmağa çalışırlar ki, gələcək nəsillərimizə də qəhrəmanlarımızı tanısınlar, onlara örnək olsun onların döyüş yolu. Atanızın şəhid olma xəbərini necə aldınız? 1994-cü il yanvarın 7-sində axşam radələrində Suraxanı hərbi komissarlığından bizə gəldilər və anamla mən evdə idik. Bizə bildirdilər ki, atam çox yaralı halda, ağır yaralı halda gətirilib hospitaldadır. Amma birinci bizə demədilər ki, şəhid olub. Biz düşdük, aşağı düşəndə bizi yönləndirdilər, binanın komendantın otağı var idi, 1-ci mərtəbədə. Bizə dedilər ki, biz bura buyurun. Biz içəri daxil olanda atamı tabutda gördük, onda bildik ki, atam şəhid olub. Anam nə qədər xahiş etdisə, onu göstərmədilər, son dəfə görmək istəyirdik. Bildilər ki, icazə yoxdur. Onun dəfnində dəhşət izdiham var idi. Bütün qonşular, qohumlar, hər kəs gəlmişdi, hər kəs ağlayırdı, hər kəs kədərlənmişdi. Çünki onu dəhşət çox istəyirdilər. Həm qonşulardan, həm qohumlardan, öz döyüş yoldaşları da gəlmişdilər. Hər kəs pis olmuşdu, kədərlənmişdi ki, elə bir insan bu həyatdan köçdü. Çünki o qədər gözəl bir xarakterli, çox belə saf, çox mülayim xasiyyəti var idi. İnansız ona kimsə yaxınlaşıb ondan kömək istəsəydi, onun cibində pulu olmasaydı da, evində nə xörək bişibsə, həmin insanı evinə dəvət edərdi. O xörəyindən ona təklif edərdi. Gedəndə onun cibinə pul da qoyardı, əgər imkanı var idisə. Yəni, bu xarakterinə görə, bu xasiyyətinə görə də insanlar tərəfindən çox sevilirdi. Həmişə də hörmətlə yanaşırdılar. İnansız, mən böyüsəm də, indiyə qədər də mən qabağıma qonşulardan kim çıxırsa, hamısı onun haqqında müsbət fikir bildirir. Heç kəsdən mən mənfi bir fikir ya da eşitməmişəm ki, kimsə ondan incik qalsın, kimsə ondan küskün məsəl üçün geçsin. Yəni, bu sözləri heç çox eşitməmişəm. Həmişə gözəl sözlər eşitmişəm, xoş sözlər eşitmişəm. Yəni, bunu eşitdikcə də daha da atama sevgim artıb, daha da qürur duymuşam ki, nə gözəl mənim atam olub.
Amma çox heyif ki, düzdür, vətən sağ olsun, vətən uğrunda şəhid olub. Ancaq heç vaxt mən onu unutmayacağam. Nə qədər ki sağam, nə qədər ki yaşayıram, çalışacağam ki, onu yaşadım, tanıdım. Bu gün atasız böyüsəniz də onun varlığını həyatınızda daha çox harda hiss edirsiniz? Ata bir övladın, əsas da qız övladının həyatında arxadır, dayaqdır. Həmişə atasızlığı hiss eləmişəm, çox çətin olub. Həmişə kaş ki demişəm mənim də atam olardı, yanımda olardı. Düzdür, yanımda olmasa da, amma həmişə mənim qəlbimdə yaşayır. Həmişə onun varlığını necə deyim, hiss eləmişəm, elə bilmişəm ki, sağdır, yanımdadır. Çətin günlərim olanda, xoş günlərim də olanda həmişə onu xatırlamışam, demişəm kaş ki, xoş günümüzdə, çətin günlərimizdə, pis günlərimizdə yanımızda olardı. Bir məsləhət verərdi, nə bilim, bir onun sözünə, bir onun məsləhətinə həmişə ehtiyacım olub. Ona görə həmişə getmişəm məzarının üstünə, onun baş daşı ilə məsləhətləşmişəm, dərdləşmişəm. Yəni təsəllim onun, necə deyim, baş daşı olub, onun məzarı olub. Amma çox istəmişəm ki, həyatda olsun, sağ olsun, yanımda olsun, arxamda olsun. Amma nə bilim, kaş ki demişəm, həmişə elə ömrüm kaş ki deməklə keçib. Şəhid övladı olaraq bizim vasitəmizlə gənclərə nə demək istərdiniz? 90-cı illərdə, 44 günlük müharibədə də neçə oğlanlarımız, qızlarımız atasız qaldılar, atasız böyüyürlər. Mən onlara demək istəyirəm ki, səbirli olsunlar, dözümlü olsunlar. Onlar da böyüyəcəklər. Mənim də atam şəhid olub, 9 yaşım var idi. İllər keçdi, mən də böyüdüm. Amma həmişə atamla fəxr duydum, həmişə qürur duydum, onu tanıtmağa çalışdım. Həmişə sosial şəbəkələrdə də, getdiyim tədbirlərdə atamı haqqında danışmışam, onu tanıtmağa çalışmışam ki, bu gələcək nəsillər tanısın ki, belə bir şəhidlərimiz var, unudulmasınlar. Mən o şəhid övladlarına onu demək istəyirəm ki, heç vaxt başlarını aşağı əyməsinlər, həmişə başlarını dik tutsunlar, ataları ilə qürur duysunlar, fəxr eləsinlər ki, elə bir qəhrəmanın övladlarıdırlar. Atalarının hər yerdə adını uca tutsunlar, atalarını tanıtsınlar, heç vaxt qoymasınlar ki, ataları unutsun, yaddan çıxsın. İllər keçsə də, qərinələr keçsə də heç vaxt unudulmasın şəhidlərimiz. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, Allah şəhid ailələrinə səbir, dözüm versin.
şəhid Novruz Həsənovun həyatı bir insan həyatından daha artıqdır. O, Kəlbəcərin dağlarından başlayaraq Füzuli torpaqlarına qədər uzanan şərəfli bir yol keçdi və bu yolun sonunda şəhidlik zirvəsinə ucaldı. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik. Növbəti buraxılışlarımızda başqa bir qəhrəmanın döyüş yolunu işıqlandırmaq ümidi ilə. Sağ olun, salamat qalın.